Hallelujah ya Rəbbim, ya İsa Məsih. Sənin huzurunda yığışırıq Ata Tanrı. Sənlə ünsiyyət eləmək üçün yığışırıq ya Rəbbim, ya İsa Məsih. Səni izzətləndirmək üçün yığışırıq. Ya Rəbbim, sən nə qədər sevgi dolu, məhəbbət dolu olduğunu ya Rəbbim, sənə iqrar eləmək üçün yığışırıq. Ya İsa Məsih, sən dedin ki, ikisi və yaxud üçü mənim haqqımda danışarsa, mən onların aralarında olaram. Hər şey üçün sənə minnətdarıq ya Rəbb. Səni tapan rahatlıq tapır ya Rəbbim. Səni tapan azadlıq tapır ya Rəbbim. Səni tapan ya Ata Tanrı o qədər sevinç tapır ki, Rəbdə sevinmək, yəni ki, güclü olmaqdır. Hər bir vəziyyətin üzünə gülmək deməkdir. Hər bir problemin üzünə gülmək deməkdir. İblisin üzünə gülmək deməkdir. Ya Rəbb, ya İsa Məsih. Çünki biz sənə ümid eləyirik. Çünki biz sənə güvənirik. Sən bizim sipərimizsən, ya Rəbbim. Biz hər zaman sənə arxalanırıq, Ata Tanrı. Bunun üçün sənə minnətdaram, Ata Tanrı. Ya Rəbbim, sən bu cürünə vədləri bizə verdin. Sən bu cürünə ənamları bizə verdin. Sən bu cürünə, ya Rəbbim, cəsarəti bizə verdin. Sən qorxu ruhunu bizdən aldın. Sən köləlik ruhunu bizdən aldın. Sən xəstəlik ruhunu bizdən aldın, ya Rəbbim. Sən bizə azadlıq ruhu verdin. Sən bizə cəsarət ruhu verdin, ya Rəbbim. Sən bizim içimizdəsən və o içimizdəki işığı hər kəsə bəyan eləmək üçün sən bizə cəsarət verdin, ya Rəbb, ya İsa Məsih. Qoy bizim dilimiz hər yerdə və hər vəziyyətdə səni iqrar eləsin. Hər kəs bizdə sənin sevincini görə bilsin, ya Rəbb, ya İsa Məsih. Sənə çox minnətdarıq, Ata Tanrı. Sənə hər bir vəziyyət üçün minnətdarıq. Hər bir problem üçün minnətdarıq. Hər bir dağ üçün minnətdarıq, ya Rəbbim. Çünki onları keçə-keçə, onları sənin müqəddəs ruhunla aşa-aşa, ya Rəbbim, biz imandan imana daha yüksəlirik, Ata Tanrı. Biz sənin məhəbbətində yüksəlirik. Biz, ya Rəbbim, sənə bənzəməkdə daha yüksəlirik, ya Rəbbim. Sən bizə, ya Rəbbim, bir nümunə qoydun. Yaşamaq üçün nümunə, danışmaq üçün nümunə, özünü aparmaq üçün nümunə. O işığı, o nuru insanlara gətirmək üçün bir nümunə gətirdin, ya Rəbbim. Halleluya, ya Rəbbim, halleluya. Sən o qədər, ya Rəbbim, məhəbbət dolusan ki, hər zaman, heç vaxt, ya Rəbbim, bizim yıxılmağımı istəməzsən. Sən heç vaxt yıxılmağa qoymadın. Sən heç vaxt, ya Rəbbim, çəkə bildiyimizdən artığını çəkməyə qoymadın, ya Rəbbim. Həm xəstəlikdə, həm, ya Rəbbim, yoxsulluqda, amma hər zaman bizimlə idin. Biz bəlkə fiziki olaraq nəyisə xəstələndik və yaxud yoxsul olduq, amma ruhən hər zaman, ya Rəbbim, sənlə qidalanaraq daha da varlandıq, daha da, ya Rəbbim, sənin ruhunla, ya Rəbbim, yüksəldik, böyüdük, inkişaf elədik. Ya Rəbb, ya İsa Məsih. Sən bizim ən böyük sevincimizsən. Sən bizim ən böyük dayağımızsan, ya Rəbbim. Şükürlər ki, sən bizdə varsan. Minnətdaram. Sən bu təməli bizim içimizdə qoydun. Və sən bizə, ya Rəbbim, o işığı göstərərək, o nümunəni göstərərək, ya Rəbbim, o əqli, o müdriklüyü verirsən ki, biz də bunu öz evladlarımıza öyrədə bilək, ya Rəbbim, ya İsa Məsih. Minnətdaram sənə, Ata Tanrı, minnətdaram sənə.